Gəlmişəm hamımızın sevimlisi Qurban Qurbanovun məkanına. Michael'dan söhbət gedir. Mən bura tez-tez yolum düşür və mən onda bilirəm ki, Qurban bəy dindardır. Belə deyək, lap ifratına var. Bu video harca bir 2 dəqiqəyə yaxındır. Burada belə deyim, mətin mövzu nədən ibarətdir? Qurban Qurbanov belə deyək, fitness salonunda orucluqla bağlı su içkilərini satmır, yəni qadağa qoyur. Yəni ora gələn insanlar orada fitnessdən, nə bilim, saunadan istifadə edəndə su yəni bədəni su tələb edəndə orada satılmır. Qurban Qurbanov tapşırığı ilə orada satılmır. Yəni su satılmır. İndi enerji içkisidir, şirə içkilərdir, adi bildiyimiz yəni sularda satılmır. Yəni ora gedib belə deyək, orada nələrdənsə keçənlər su istəyəndə çıxır bayırda mağazadan alır. Bunu indi bu insan paylaşım edir. Deməli, bir ilə qədər belə hallar baş vermirdi. Doğrudan da görsənir ki, Qarabağın uğruna kölgə salmaq istəyirlər, Qurban Qurbanovu gözdən salmaq istəyirlər. Əziz insan, üz simavı göstərməmsən. Əziz insan, dəyərli qardaş, Qurban Qurbanov Azərbaycan futbolunun memarıdır. Qurban Qurbanov Azərbaycan futbolu üçün elə işlər görür ki, indən sonra hansısa bir klub başlasa, o tarixi yazmaq üçün ən azından bir 10 il, 15 il lazımdır. Necə ki, Qarabağ bu tarixi yazmaq üçün 10 ilindən, 15 ilindən keçib. Yəni ki, bəzi klublara yaxşı PR aparırsınız. Yaxşı PR aparırsınız. 2-3 ay bundan qabaq Azərbaycan futbolundan, Azərbaycan futbolu yox ha, Azərbaycan hüdudlarından kənar Qafqazda bir tarix yazar. Tarix yazan Qurban Qurbanovun işini qoymuşsunuz qırağa. Qurban mənim niyə görə fitness salonunda su satmır? O namaz qılan olduğuna görə cəmaata da diktə edir ki, ay qardaş, adam tanıyıram ki, dükkanı var, içki satmır, şərab satmır, sigaret tütünü satmır, amma dükkanını işlədir. Qurban Qurbanov da şəxsən belə bir işlə bağlı fitness açıb, niyə ola bilər Ramazan ayına bağlı su satmır. Burada götürüb bunu işıqlandırma ilə kimi gözdən salırsınız? Nədir hədəf? Məqsəd nədir? Onsuz da Qurban Qurbanovun da mətbuat konferansında üst simasından bilirik ki, Qurban Qurbanov meydana tek qalıb. Amma Qurban Qurbanov subut eləyəcək özünü inşallah. Qurban Qurbanov, biz imarət, Qarabağ ordu, azad azərkeşlər hər halında yanındayıq. Hər halında.